sən məni itirdin. Sən məni itirdin. Eyni cümlə fərqli məna alır. Gəlin bir situasiya düşünək. Deyək ki, sənin bir sevgilin var, uzun müddətdir birlikdəsiz, münasibətdəsiz və hər hansısa bir səbəbə görə bu insan səndən ayrılır. Səni ortada qoyub çıxıb gedir. Və müəyyən müddətdən sonra yenidən geri qayıdır, səni həyatına qaytarmağa çalışır. Biz insanlarla münasibət quranda, danışanda cümlədəki vurğunun yerini dəyişməklə əslində onlara vermək istədiyimiz mesaj da dəyişir. Məsələn, bu situasiyada əgər sən desən ki, sən məni itirdin, burada əsas vurğu mənin üstündədir və egonu göstərir. Burada bilirsən nə deyirsən? Deyirsən ki, əşi, sən kimsən? Sən kimsən? Mənim kimi bacarıqlı, gözəl, ziyalı, ədəbli və s. və ilaxır, mənim kimi bir insanı sən itirdin. Kimsən sən? De, çıxdın, getdin, suyun süzülə-süzülə də qayıtdın. Bizim cəmiyyətdə egonun özgüvəni bir-birinə qatırlar və insanlar o mənin üstünə vurğunu qoyaraq elə düşünürlər ki, qarşısındakı insanın belə özgüvənini görsənirlər. Halbuki əslində sənin ona verdiyin mesaj, mən səndən üstünəm, sən məndən alçaqsın. Yəni kiçildirsən həmin insanı və həmin insan sənin o egovu görəndə deyir ki, ayda mən düzgün qərar vermişəm, elə yaxşı eləyib getmişəm. Nə var mən təzədən qayıtdım bu insana? Amma bizim vermək istədiyimiz mesaj bu deyil axı. İndi gəl vurğunun yerini dəyişək. Deyək ki, sən məni itirdin. Burada nə özünü yüksəltmirsən, nə qarşındakını alçaltmırsan, nə də günahı o insanın boynuna qoymursan. Sadəcə olaraq faktı deyirsən. Burada artıq ego yox, özgüvən danışır. Yəni, sən bu cümləni deməklə ki, sən məni itirdin, deyirsən ki, mən onsuz da sənin idim. Sən öz seçiminlə məni itirdin. İndi də geriyə qayıdış yoxdur. Qapılar bağlanıb, növbəti stansiya peşmançılıq.